Naxçıvana İrandan dron hücumları həyata keçirilib. Belə ki, martın 5-i günorta radələrində Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikası ərazisindən dron hücumları həyata keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən verilən məlumata görə bir ədəd dron Naxçıvan Muxtar Respublikası Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava limanının binasına zərər dəyməsi nəticəsində 2 nəfər mülki şəxsin xəsarət aldığı bildirilir və məlumata qeyd olunur ki, İran ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirə salınmaz tədbirlər görməyi tələb edirik. Eyni zamanda məlumatda qeyd olunub ki, Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmə hüququnu özündə saxlayır. İran Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müçtəba Dəmirçulu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim olunub.